Selam dostlar, necəsiz? Çox xoş gəlibsiniz cədid videoya. Özür ki bilirik, Koreya zəmindəki biz yaşayırıq. Minlərcə əfsanə vardır ki, bəziləri kamilən fake'dir və bəziləri yarı-yarıdır. Yəni həm fake'dir, həm vaqiidir. Özür ki bilirik, məsələn, Nefrin Layarona, Siren Head, Slenderman, Mərdi Caddeyi, bunların hamısı özür ki məlumlu vaqiətdə vardır. Mən demirəm, mədrək sabit konəndələrdir ki vardır. Və biz bu gündəmə gəlmişirdək neçə cənab sabit eləyən mədrəkdən baxaq ki, bu Siren Head qəziyyəsi nə mənədir. Və özür ki bilir ola Siren Head bir dana mövcuddur ki, kəlləsində 2 dənə aciri var və onunla qurbanlara tələcükür. Və incə hamısının bir videonun da məsələ deyəm. Və və əmma siz bizə tənha himayət eləyə bilərsiniz, channelimizi subscribe eləyəsiniz, videonu da like eləyəsiniz, kommentiniz olsa bu adda yazarsınız və əgər istəyirsiniz ki, getməcək xanvadəmizi böyüdək, hətmən yoldaşlarınıza mənim tərcih verin və onlar da gəlsin, baxsın, tabi xəfən xanvadəmiz böyüsün. Let's go, video gedək, videonu da alsın. Özür ki bilirik, Siren Head, Slenderman, bunların hamısı biz, məsələn, biz zəndimizdən fake'dir kamilən. Çünki nə görmüşük, nə inanırıq ki, yox, özür bir şey və məndən biraz əhməqanə bir şeydir. Və dostlar, bəzi mədrəklər var ki, bəzi quyəndələr var ki, bunlar adamı şəkkə salır ki, aya bu Siren Head qəziyyəsi fake'dir ya vaqiidir. Məsələn, indi Slenderman düzdür fake'dir və əslən vücudu bir şey yoxdur. O deyirlər dalçından qanasat çıxır, əlcat çıxır, gəlir birinci şikar eləyir. Və məsələn bir nəfər ki, təqribən biraz arıq, yaman lağərdir və qədddə biraz uzun eləyə bilər. Bu işi ilə edək, məsələn, həmsəyanın oğlunu orduya, həmsəya bilirlər, kulun adamları tuta və öldürə, özünü Siren Head'ə təbdil, Slenderman'a təbdil eləyə. Və özür bilir, Slenderman qəddə ucadır və bir də başında maskı var. Ki ondan xobdala bilmirəm nə şükür, amma qəddi ucadır və bir də onda əcib qərib səsi vardı. Amma Siren Head bunun bərəksi. Siren Head düzdür qəddi ucadır və əslən adam şəklində, insan formunda dəyər. Deyirsiniz nə cürdür? Siren Head dostlar bunun mövcuddur ki, Siren Head qəddi bir şəsəbdir, uzundur və təqribən ağac oxşayır bədən. Yəni baxsaz deyirsiniz bu ağacdır, yəni təşxis verəmsiniz, deyirsiniz dərəxtdən zatdan. Və kəlləsində 2 dənə aciri vardı ki, bunlarla qurbanları şikar edir. Və əgər 1 kilometrdə bu səs çalsa, sizin qulaqlarınızın ehtimal kar olmağı çoxdur. Mən nə bilirəm əhməqanədir və biraz məğzə batanlar. Bəli, mən də sayt o qoftələrimizə ilə sizə tərif edirəm. Bax, əgər siz gedəsiniz, bu qəziyə biraz əmxtər baxarsınız, çoxlu videolar gəlib, çoxlu geyimlər gəlib, çoxlu komik booklar gəlib və o qədər bu Siren Head'ə qəziyə qoşulub ki, oturaq bir baxaq qutularını dəyər. Və əcibtərin bir şey buradadır ki, deyib bir gün 2 dənə turist gedirlər gərdişləriyə. Və bunlar dərhin gedirlər, görürlər ki, bir dənə ağa və bir dənə xanım qışqırır, deyib bizə köməklik edin. Və vaxt ki, gedirlər, kəllə acıcı bulanın ikisini tutur və orada tikə-tikə eləyir. Və bəzi ki, tikə-tikə eləyir, olan qulaqlarını kar eləyir, gözlərini kör eləyir və onların zəcri, o deyərlər zəcri, qışqırmaqlarından kullanın zəbt eləyir. Və o birisi qurbanlarda bu 2 nəfərin qışqırmağını istifadə edir və onlar da qurban eləyir. Və öz üstünə ritbəcə bu Siren Head təkamül tapır. Və ağay Tervel Henderson bu nəqqaşı ki, Siren Head'dən əvvəl var bağadan gəldi, 2017-də gəldi. Və bu nəqqaşı o qədər getdi, təvəssütü montaj və photoshoplarla girdi biz insanların zindəcanlığına və getdə rekorddadır. Bəli, məsələn, bəziləri xobala Slenderman şayət biraz məntiqidir, Mərdi Caddeyi şayət biraz məntiqidir və Siren Head əslən mənim nəzərimə məntiqi bir şey deyər. Və fəqət bu da söylədiyim bu videonun cəmməyə intiqalı tərsi vardı, yəni əslən mən özüm inanmıram, şayət də var, əvvəl mən inanmıram, hər bir dana şəxsi nəzərdir ki, çoxu var, inanır, çoxu var, inanır. Və dostlar, əcibtərin bir şey buradadır ki, ağay Tervel Henderson bir dana
Siren Head-i nəqqaş eləməyib. Çünki Siren Head onu nəqqaş edib, Slenderman onu nəqqaş edib, Mərdi Caddeyin də o nəqqaş edib. Və bu 3 dənə mövcud nəqqaşların üzündən gəlib biz insanların zindəcanlığına. Və yəni biz buradan təslim tutub və baxa bildik, görə bildik ki, və niyə bu ittifaqlar düşüb və niyə getib-gecib düşür bu ittifaqlar. Və qəziyyəsi kullanmır. Hala gedək videoları ki, insanların əli ilə zəbt olub və iddia edirlər ki, Siren Head var bu videoların içində. Ağa bir gün bir dənə ağa ki, hala Amerikalı şəhərvənd Amerika idi, hava kullan duman imiş və heç eşyanı görmürmüş, özür deyim. Və bu ağa dərhəyin içərdə oturmuşdu, ehsas edib bir cür səs gəlir və acil çalınır. Vaxt ki, çıxır eşiyə, görün nəmlə səsi ilə müvacih olur. Və özü ki, gördünüz, bəli, kamilən Siren Head-in səsi ilə çox fotokopi idi, bəli, xop, hala biz girib Siren Head-dədir və amma gedək bədi. Ağa, və bədi çox əslən, mən gördüm, pəşminlərim töküldü. 2-ci video içində gelirik, baxaq, bir dənə şəhərvənd, yenə Amerikaya gedir, cəngəllərin birinə. Və dərheyni inki film bərdariyə dövrə bəriymiş, birdən qursu bir dənə zəbt eləyir, bir şey zəbt eləyir ki, yəni tərəf özü də onu bilmir ki, nəmi nədir. Yəni, elə birdən rədd olur, gedir və tərəf heç özü mütəvəccih olmur. Bəli, bəli, ki, gedir, evində oturur, baxır, görün nəminələrlə müvacih olur. Və dostlar, bəli, özü ki, gördünüz, bu da bu qəziyyə idi ki, mən sizə yəni yaxın tərin videoları dedim və onlar çox bəhs açmışdı, onlara gəldim, bizə görsətdim məcəlində bir-iki də video var idi ki, əslən baxdım, mənim əqlim isə kəsmədi onlardan. Və xop, dostlar, da bizim bugünkü videomuz idi ki, ümidvaram bu videodan izzət aparıbsınız. Əgər bir əndazə bu videodan izzət aparıbsınız, həttəmən channelini subscribe edin, videoda like edin. Əgər də çox istəyirsəniz himayət edəyəsiniz, yoldaşlarınızı yollayın. Ta videoyu bəyənirsiniz, Allah tapışır.